Сегодня 27 сентября. В этот день мы с благодарностью вспоминаем наших шахидов, героев, которые отдали жизнь за Родину. Мы склоняем голову перед их памятью. Почтим память наших шахидов минутой молчания. Şəhidlər ölməz, vətən bölünməz. Bizim qəhrəman əsgərlərimiz torpaqlarımızı azad etdilər. Onların qəhrəmanlığı bizim yaddaşımızda əbədi yaşayacaq. Mən fəxr edirəm ki, Azərbaycan övladıyam. Во сне мне грезились родные горы. Святое утро в Карабахе было. Шахиды подарили нам это утро. В сердцах навечно осталась их сила. Torpaq uğrunda can verənlər heç vaxt unudulmur. Onların qanı bahasına torpaqlarımız azad oldu. Biz fəxr edirik ki, igid oğul və qızlarımız var. Qarabağ Azərbaycandır. Şəhidlərin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bizim bayrağımız onların qanı ilə yüksəldi. Vətən yolunda can verənlər müqəddəsdir. Mən də bu yanda vətənə xidmət edəcəyəm. Şəhidlərin ruhu bizi həmişə qoruyur. Onlar azadlıq gətirdilər. Şuşa azad oldu. Xankərdə azad oldu. Laçın, Kəlbəcər, Zəngilan hamısı azaddır. Şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan ordusu qalib gəldi. Biz şəhidlərin ruhuna dua edirik. Onların qəhrəmanlığı dastana çevrildi. Qarabağda indi bayraq dalgalanır. Şəhidlər bizim fəxrimizdir. Onları heç vaxt unutmayacaq. Hər bir Azərbaycanlı şəhidlərə borcludur. Onların igidliyi tarixdə qaldı. Şəhidlər ölməz, vətən bölünməz.